Baxın, sizə bir şey deyim. Bəzən biz gözləyirik. Kimlərsə bizə dua etsin və yaxud necə deyirlər, ən böyük belə kahinlər gəlsin bizə dua etsin. Ancaq görürük ki, orada da bir şey olmadı. Nədən? Çünki Rəbb istəyir ki, biz özümüz onun qarşısına gedək. Mən demirəm ki, bunların əleyhinə deyiləm, ha. Sadəcə Rəbb onu da istəyir, ancaq bunu da istəyir ki, sən ürəklə o dağı, qarşında olan dağı, baxın dağdır, xəstəlik də bir dağdır, yoxsulluq da bir dağdır. İnsan həyatında elə böyük dağlar var. Və dağın nə qədər böyük olmağın bir mənası yoxdur. Yeroxa divarları o qədər qalalı divarları idi. Baxın, divar kimi qalalı idi, ha, problem kimi deyil. Yəni, burada da Rəbb bizə problemi göstərir. Yeroxa divarları nə qədər enli və nə qədər hündür. Ancaq baxın, İsrail xalqı o divarların həndəvərində dua etdilər. Qışqırdılar, bağırdılar. Bu qalalardan azad olmaq üçün. Bu qalaların onların həyatından götürülməsi üçün. Bu qalalar onlara maneçilik idi, onların həyatlarına maneçilik idi. Və onlar o qədər qışqırdılar, Rəbdən istədilər ki, həftənin 7-ci günü Yeroxa divarları yerindən qalxdı, artıq yox oldu. Baxın, Rəbb bizə hər tərəfli göstərir. Bəlkə bugün hansımızınsa özümüzün Rəbbin qarşısında diz çökməmiz lazım. Ya Rəbb, məni azad elə. Bu xəstəlikdir, bu maliyyəsizlikdir, bu başqa bir şeydir. Ya Rəbb, nə istəyirsən məndən? Necə yaşamamı istəyirsən məndən? Sənə həyatımı həvalə edirəm. Deyib onun qarşısında diz çökməmiz lazım. İnanın, o zaman həyatlarınızın necə dəyişildiyini görəcəksiniz. Kəlam deyir ki, iki ağaya qulluq edə bilməzsən. İki ağa səni çarpa-çarışıq qoyacaq. Nə o yanlıqsan, nə bu yanlıqsan. Ancaq Rəbb deyir ki, mənə gəlin. Çünki həyatı verən odur, yaşamı verən odur. Hər şeyi verən odur. Ona imanla yanaşmaq lazım. Deyir, salih insan imanla yaşayacaqdır. Mən salih yaşamaq istəyirəm. Günahlarım var. Mən onları itiraf etmək istəyirəm. Mən onlardan tövbə etmək istəyirəm. Bu günə qədər sənə bu qədər bağlı deyildim. Güvənə bilmirdim. Qalaları başqalarından istəyirdim mən həyatımdan götürsün. Ancaq bu gün istəyirəm, sən gəl, ya Rəbbi Məsih. Çünki sən o qədər mərhəmətli idin ki, atanın sözünü eşitdin və mənə görə qurban getdin. Ya Rəbbi, mənə yardım elə. Kömək elə ki, bu yerdən çıxım. Həkimlərin əlindən xilas olun. Dünyanın əlindən xilas olun. Xəstəxanalardan azad olun. Sənin müjdəni verməkdən zövq alım. Baxın, hər bir insan məbədə gələ bilər. İsiya gələ bilər. Əgər hələ də zövq almırsansa, hələ də o zövq sənin həyatında tamam deyilsə, sən hələ də imanlı deyilsən. İnsan kilsədə zövq alması lazım. İnsanlara baxaraq deyil, Rəbbə baxaraq zövq alması lazım. Bəzən insanlar məbədə görsənmək üçün gəlir. Pastorlar görsün, insanlar görsün. Bir elə bil ki, necə deyir, bir göstəriş kimi edir onu. Heç bir şeyi biz göstəriş üçün deyil. Biz zövq alaraq yaşamalıyıq. Baxın, əgər içində zövq yoxdursa, sən gedib müjdə verə bilməyəcəksən. Sən gedib heç kimə isə deyə bilməyəcəksən. Bəlkə deyəcəksən, ancaq zövq deyil bu. Bu göstərişdir. Bu səni xilas edə bilməz. Bu səni azad edə bilməz. Nə xəstəlikdən, nə yoxsulluqdan, nə dünyanın buxovundan. Ona görə də zövq bilirsiniz də, insan bir şeydən o qədər zövq alır ki, məsələn, hesab eləyin ki, bir dənə balaca uşağınız. O oynayır, o nəysə deyir, siz zövq alırsınız, gülürsünüz. Nə gözəl, nə gözəl, mən balam necə də qəşəng belə, necə deyir axı, sözlər işlədir.
necə gözəl oyunlar edir. Yəni, onun etdiyi bir şey sizə zövq verir və sevinirsiniz. Bax, Rəbdən bu cür zövq almağınız lazım. Deyir, baxın, mənim dadımı görün. Mən necə dadılıyam. O dadı bilməsə, siz nə qədər kəsiyə gəlsəz də, İsa desəz də, o zövqü yaşamağınız lazım. Və mən istəyirəm, diləyirəm, ya Rəb, hər bir kəsə o zövqü ver. Bu günə qədər sənin dadını bilməyib. Sənin dadın tamam başqadır. Dünyada belə bir şey yoxdur ki, o dada malik olsun. İsa Məsih ismi ilə səndən diləyirəm, ya Rəb. Hər kəsə ilə toxun ki, bu dadı, bu tamı anlasın. Zövq alsın səndə yaşamaqdan. Zövq alsın, vəziyyətə baxmasın. Vəziyyət gələndə onu ayaqlar altında qoyub keçməyi bacarsın. İsa Məsih ismi ilə. Bu yer üzü vəziyyətlərlə doludur, xəstəliklə doludur, yoxsulluqla doludur, pis şeylərlə doludur. Ancaq ya Rəb, sən olan yerdə hər şey tamam başqadır. Varlığı qoy onlar görsün. Varlığında onlar hərəkət etsin. Səninlə yol gedə bilsinlər. Çünki sən dedin, yol, həyat, həqiqət mənəm. Ata, yardım elə, kömək elə. Onlar üçün sənin qarşına gəlirəm, ya Rəb. Bəzən o qədər dərin quyulara özümüzü atırıq. Həqiqətən də kreditlə atırıq, borcla atırıq. İnsanlara yardım etməklə atırıq. Düşünürük ki, yardım etdik, ancaq əslində bu yardım deyil. İnsan heç bir vaxt əgər birinə yardım edirsə, onu gedib borc alıb verə bilməz. Bu, Rəbdə heç də düzgün bir şey deyil və yaxud kredit götürüb onu verə bilməz. Banka girib onu verə bilməz. Bunların hamısı doğru olmayan bir həyat tərzidir. Həqiqətən də çox qarşılaşıram bunlarla. İnsani düşüncələr qoy dəyişsin. Həqiqətən də vermək almaqdan gözəldir yazılıbdır. Ancaq vermək odur ki, insan hansı ki özününkündən verir. Özününkündən verir. Yəni, başqasından gedib alıb vermir. Yəni, birinə kömək etmək istəyib, özünü günaha batara bilməzsən. Yəni, borcun özü bir lənətdir. Borcun özü. Əgər biz özümüz borc kimi yaşayıb, özümüzü lənətə salırıqsa, bunlar doğru bir şey deyil, həqiqətən də. Biz ehtiraf etməliyik ki, ya Rəb, bizə yardım elə, kömək elə ki, bu vəziyyətlərdən biz həmişə alnacıq, üzaq yaşaya bilək sənin qarşında. Nəyimiz varsa kəlam deyir ki, ona qani olub yaşamağı öyrənin. Elə bir vəziyyət gətirib çatdıra bilər ki, elə bir vəziyyət. O vəziyyətdə onu da Rəbb bilir, onu Rəbb görür. Yəni, səmimi olan bir şeyləri Rəbb görür və o zaman sənə yardım edir və kömək edir. Qoy hər birimizə qoy Rəbb həqiqətən də o vəziyyətdə yardım etsin, çıxarsın. Biz dünyadan gəlmişik, bəzən dünyadan da çox pis günah işlər görürük, həqiqətən də. Səhvlərə yol veririk. Və özümüzü imanlı sayırıq, ancaq imandan heç də xəbərimiz yoxdur. Həqiqətən, qoy ona görə, qoy hər kəsin üzərinə Rəbbin o gözəl nuru axsın ki, qaranlıqlar yox olsun. İsa Məsihin ismi ilə.